Gəlin bugün səhər eşitdiyimiz vəzlərin qısa icmalını edək. Yaxşı. Tanrıya şükür olsun. Sonra biz səhər sesiyamızı bitirəcəyik. Pastor Yohan Misirdə olan Yahudi xalqından danışdı. Neçəniz bu əhvalatla tanışdır? Yahudilər Misirdə, onlar boyunduruq altındadılar, kölədirlər və ürəklərində nəsə var. Onlar azad olmaq istəyir. Onların əcdadları olan İbrahim haqqında hekayəsi var. Tanrı İbrahimə göründü. Amma bu xalq Tanrının İbrahimə verdiyi vədlərin icrasını görmür. Onlar boyunduruq altındadır, kölədir. Sanki bu dünya kimi. Sanki dünyadakı insanlara deyirik, əbədi həyat var. Onlar deyir, bizdə əbədi həyat yoxdur. Biz deyirik, biz azadıq. Onlar isə deyir, yox, biz azad deyilik. Dünyadakı insanlar. Biz Misirdə o vaxt yaşayan İsrail xalqını, Yahudiləri başa düşürük. Bu bizim ürəyimizdədir. Anlayış var ki, onlar nə cür yük altındaydılar. Biz bilirik, narkotiklara alüdə olmaq nə deməkdir. Biz bilirik ki, spirtli içkilər nə cür bəlalar gətirir. Biz bilirik, qırılmış, dağılmış ailələr nə cür vəziyyətlərdə olur. Və çox asandır belə vəziyyətlərdə şikayət etmək və evdə mübahisə etmək. Soruşun bir-birinizdən ki, sən evdə, ailəndə mübahisə edirsənmi? Dalaşırsanmı? Hə? Səndə olurmu evdə mübahisə edəsən, dalaşasan? Aha, yaxşı. Nəsə demək istəyərdim bu barədə. Bəsdir mübahisə etdiniz. Bəsdir dava etmək. Nə düşünürsünüz? Bəsdir mübahisə etmək. Doğrudan. Sadəcə bəsdirin. Bəsdirin mübahisə etdiniz. Bilirəm bir nəfəri, bir neçə adamı, onlar davamlı olaraq mübahisə edirlər, hər zaman mübahisə edirlər. Sonra onlar tək qalırlar, çünki başqaları ilə görüşəndə mübahisə edirlər və hər şey barədə mübahisə edirlər. Maşın barədə, yemək barədə, su barədə, hava barədə, hökumət barədə, siyasət barədə, kilsə barədə, dostları barədə, anaları barədə, ataları barədə. Onlar bu cür vəziyyətdə Misirdə yaşayırlar. Misirdə yaşayırlar. Onların həyatı yoxdur. Onlar yük altındadılar. Bəli. Onlar həmişə mübahisə edirlər. Və o cür adamlarla danışa bilmirsən. Çünki danışmağa başladı, mübahisə başlanacaq. Hətta ən yaxın dostları ilə onlar bu barədə mübahisə edirlər. Hər dəfə. Həmişə. Və bu idi mesaj. Çox sağ ol, Pastor Yohan, mesaja görə. Yaxşı vəzi idi. Firo
daha çox yük qoyur İsrail xalqının üzərinə. İnsanlar yük altında daha çox olduqca şikayət edirlər. Daha çox təzyiq altında daha çox şikayət. Sonra insanların evində problemləri var, iş yerlərində problemləri var. Sonra kilisəyə gəlirlər və daha çox problemlər gəlir. Bu, sanki Misirdə yaşamağımıza bənzəyər. Firon üzərimizə daha çox yük qoyur. Amma Pastor Yohan dedi ki, Tanrı bizi azad edir. Tanrı bizi azad edir. Və biz Misirdən çıxanda biz rəqs edirik. Biz Qırmızı dəniz önündə rəqs edirik. Biz Pasxa quzusunu yedik və bizim sevincimiz var, ünsiyyətimiz var və bu normal kilsə həyatıdır. Normal kilsə həyatı Tanrıda sevinclə dolu həyat yaşamağımızdır. Normal kilsə həyatı bu dikəldmə həyatıdır. Tanrının məhsidir, Tanrının sülhüdür. Tanrı ilə qarşılıqlı ünsiyyətimiz budur, ünsiyyətimizdə normal kilsə həyatı. Və bu baş verir Tanrının lütfu ilə. İkinci mesaj, vəz kimdən gəldi? Onun adı nədir? Bəli, Pastor Maçikdən gəldi. Pastor Maçik dedi ki, Yusifin ailəsi var idi və ailəsində fəlakət baş vermişdi. Qardaşları Yusifi köləliyə satdılar. Yusifin həyatı darmadağın olmuşdu. 30 yaşında ikən, onun 17 yaşı olanda o köləliyə satıldı və bu müddətdə həbsxanaya düşüb, zindanda olub, həyatı tam fəlakət idi. Amma sonra o evləndi, onun 2 oğlu doğdu və oğulların adı Manaşe idi və Efraim idi. Və buydu eşitdiyimiz vəz Pastor Maşikdən ki, biz unuduruq, biz bağışlayırıq və sonra bizim bəhrəmiz var, yeni həyatımız var və biz unuduruq və unuduruq və unuduruq. Sonra yenə də yadıma düşür keçmişdəki vəziyyətlər və mən yenə də unuduram. Seçirəm ki, unudum. Sonra bir il sonra yenə də bu ağlıma gəlir, yadıma düşür. Və mən qərar verirəm ki, unudacağım bunu və unuduram bunu. Və xahiş edirəm Tanrıdan ki, bu yaddaşdan silinsin o məlumatlar. Ya Rəbb, mənim keçmişimdə olan günahımı yadımdan çıxart, unudum. Ki, heç vaxt ağlıma, yadıma bir daha düşməsin etdiklərim. Bunlar unudulub. Mən bağışlanmışam və yeni həyatım var. Unutmaq. Bu bir növ təhsildir. Adətən təhsil öyrənməyə bağlıdır. Amma bəzi təhsilin məqamları unutmağımıza bağlıdır. Gəlin, təkrar edin bunu. Təhsilimizin böyük hissəsi öyrənməyimizə bağlıdır və yadda saxlamağımıza bağlıdır. Amma təhsilin müəyyən qismi unutmağa bağlıdır. Unudub və bir daha o şeyləri yada salmamağımıza bağlıdır. Yəni, bu bitdi artıq. Keçdi artıq. Mənim keçmiş həyatım getdi artıq. Artıq yoxdur. Bu, mən deyiləm keçmişim. Mən yeni məxluqam. Mən içki düşkünü deyiləm. Xeyr, mən yeni məxluqam. Mən günahım deyiləm. Mən yeni məxluqam. Çox sağ ol, pastor. Yaxşı. Və qonşunuza müraciət edin və deyin. Yeni adın varmı sənin? Yeni adın varmı sənin? Bəli. Yeni adın varmı sənin?
var? Bəli. Bibliyada bu harada yazılır? Ki Vəhiy kitabı 2-ci fəsil? Bəli. Yaxşı, cavab nədir? Jaka jest odpowiedź na to pytanie? Vəhiy kitabı 2-ci fəsil. Bizim yeni adımız var. Şimon, sənin adın Peter olacaq. İbrahim, sənin adın İbrahim olacaq. Və siyahına davam edə bilərik. Biz yeni yaradılışıq. Yeni adımız var. Biz Misirdə yaşamırıq. Biz Misiri tərk edirik. İsveçdə pastorluq edən vaxtlarımda İsveçdə bir vəz etdim o vaxt və vəzdə dedim, bir daha Misirə qayıtmayın. Və toplantıdan sonra bir nəfər yaxınlaşdı mənə və deyir, mənim ailəm Misirdə yaşayır. Və o deyir, niyə görə mən Misirə qayıda bilmərəm ki? Mən ailəmi görmək istəyirəm, onlar Misirdədir. Və son olaraq, Pastor Ken Fires bölüşəndə dedi, və bu ürəyimə çox danışdı. O dedi, biz Tanrının reallığına köçmüşük, orada yerləşmişik, biz Tanrıda yerləşdirilmişik. Biz yetim deyilik. Tanrı bizim atamızdır. Yadınızdadır, 2 dəfə Bibliyada Tanrı şeytanla görüşür. Çox maraqlıdır. Tanrı şeytanla görüşdü. Və soruşdu şeytandan, sən hardan gəlirsən? Yadınızdadır bu? Eyübün kitabı 1-ci fəsildə və sonra Eyübdə 2-ci fəsildə yenə də şeytanla görüşəndə Tanrı ona deyir, sən hardan gəlirsən? Və maraqlıdır mənim üçün. Nəyə görə Tanrı belə bir sual verir şeytana ki, hardan gəlirsən? Nəyə görə Tanrı bunu dedi? Nəyə görə bunu şeytana dedi ki, sən hardan gəlirsən? Bilirsiniz? Yəni, mən bilmirəm niyə, amma fikirləşirəm ki, Tanrı eləcə də deyir şeytana ki, sənin yerin yoxdur. Sənin ünvanın yoxdur. Sənin evin yoxdur. Sənin yerin yoxdur. Sənin, ey şeytan, ailən yoxdur. Atan yoxdur. Sən hardan gəlirsən? Sənin köklərin hardadır? Sən kiminlə əlaqəlisən? Hardan gəlirsən? Və cavab nə idi? O, ora-bura dolaşırdı. Ora-bura dolaşırdı şeytan. Mənim yerim yoxdur, deyə bilərdi. Mən heç bir yerə məxsus deyiləm. Mən itmişəm. Şeytan bunu demədi, bəli. Amma iblis bunu insanlara edir. Və deyə bilərik insanlara, sən hardan gəlirsən? Və bizim cavabımız nədir belə suala? Cavabımız nədir? Ki, bizim səmavi atamız var. Ki, biz Tanrı ilə əyləşdirilmişik və Tanrı bizi bu dünyaya göndərib və biz yetim deyilik. Ailəmiz var, atamız var, müqəddəs ruhumuz var, onun sözü var bizdə. Biz yerləşdirilmişik göylərdə, biz həqiqətdə təsbit olmuşuq. Tanrı, Məsih bizi adımızla
çağırır. Tanrı bizim tərəfimizdədir. O bizə qarşı deyil. Və qüdrətli Tanrı heç vaxt bizi tərk etməyəcək. Heç vaxt bizi tənha qoymayacaq. Biz Tanrıdan doğulmuşuq. Sonra bunu fikirləşirik. Tanrı deyir, Nuh'a deyir. Nuh, və Nuh da deyir, burada, mən buradayam. Necə də gözəl cavabdır bu, mən buradayam. Mən bilirəm hardayam. Mən səni tanıyıram, ey Allah. Sən məni çağırmısan. Burada, mən buradayam. Mən ora-bura dolaşaraq kim olduğumu, harada olduğumu müəyyən etməyə çalışmıram. Mən ailəsiz də deyiləm. Mən itmiş vəziyyətdə deyiləm. Mən Misirdən qorxmuram. Mən Firondan qorxmuram. Mən ölümdən qorxmuram. Mən həyatdan qorxmuram. Mən həyatımı yaşaya bilirəm. Çünki sən mənim atamsan. Mənə yer vermisən. Yer üzündə müəyyən bir vaxt üçün ki, sənin iradəvi yerinə yetirim, ki, sənin ardınca gedim, sənə etibar edim. Atam, Tanrım kimi, aman Tanrım. Bizdə başqa Tanrımız yoxdur, Allahdan başqa. Və biz yerləşdirilmişik onda, həqiqi Tanrıda. Onun lütfü ilə. Və bir növ, İblis yetimdir, atasızdır və o dünyadadır və o istəyir ki, bütün dünyada yaşayanlar da yetim olsun, ataları olmasın və yerləri olmasın, itmiş vəziyyətdə qalsınlar, İblis kimi. Amma Məsih gəldi, o bizi öyrətdi. O dua edəndə deyin, o deyir, dua edəndə deyin, səmavi atamız, ey səmada olan atamız. Və bu da bizik. Biz Tanrının xalqıyıq. İblis buna nifrət edir. Amma biz bunu sevirik. İblis buna qarşıdır. Və o istəyir bizi səpələsin, uzaqlaşdırsın ki, biz qorxuda yaşayaq və yük altında qalaq və deyək, mənim günahım mənim problemimdir. Günahım mənim problemimdir deyək. Amma Məsih deyir, sənin günahın problemin deyil. Mən sənin problemini həll etdim, çözdüm. Mən ölülərdən dirildim. Məsih deyir, mənə etibar et, güvən mənə və biz Məsihlə gəzirik yeni həyatımızda. Onun lütfü ilə bu baş verir. Amin.